Az əvvəl də vurğuladığımız kimi Böyük Qayıdış dövlət proqramına uyğun olaraq Ağdamın Sarıcalı kəndinə bugün 28 ailə yola salındı və xatırlayırsınızda səhər saatlarında da bu barədə məlumat vermişdi ki, Ağdamın Sarıcalı kəndinə artıq 28 ailə yola salınıb və təbii ki, bizim əməkdaşımız da orada olub və indi biz sizə o süjeti təqdim eləyəcəyik. Bizim əməkdaşımız da o Sarıcalı belə kəndinə yola salınanların təəssüratlarını öyrənib, sakinlərin sevincini, təəssüratlarını elə əməkdaşımız Əsra Məmmədli öyrənib. Gəlin elə süjetdən izləyək. Bugünsə onların günüdür. Ağdamın Sarıcalı kənd sakinlərinin illərin həsrətinin başa çatdığı, nəhayət vüsala çatdıqları gün. Kimi necə deyərlər şişmiş gözlərlə qarşıladı bizi. Həyəcandan gecəni sabah eləyən, sevincdən ağlayan gözlər. Bir vaxt yolda qalan, bugünsə yol gedən, yola düşən gözlər. Bu mərhələdə isə Sarıcalı kəndinə daha 28 ailə, o cümlədən 110 nəfər köçürüldü. Belə ki, Bərdə rayonundan 11 ailə, Bakı şəhərindən 9 ailə, Mingəçevir şəhərindən 3 ailə, Ağcabədi rayonundan 1 ailə, Ağdam rayonundan 1 ailə, Ucar rayonundan 1 ailə, Gədəbəy rayonundan 1 ailə, Yevlax şəhərindən 1 ailə doğma Dədəbaba torpağına yola salındı. Bir də sevinclərini öz dillərindən eşitdik. Çıxanda 46 yaşım var dayı o. 46 yaşında çıxmışam. Hamınız bağışlayın. Ataları rəhmətə yetmişdi. Yanımda da 5 uşaq, 41 yaşım vardı hələ onda. Siftə çıxanda. Ataları öləndə 41 yaşım vardı, 46 yaşım. 4 ildən sonra çıxdıq. Bu zulümləri çəkə-çəkə gəlmişik, indi azadalığa çıxırıq. Deyir, mən aşıq vətən yaxşı, geyməyə kətan yaxşı. Gəzməyə qərb ölkə, amma ölməyə vətən yaxşı. Vətən çörəyi, vətən gedişatı. Orada simsarlarını, qohumunu, övladını tanıyırsan deyir. Amma qəribçilikdə boynunu bükürsən ki, görən əldir. Bundan xoş danışsam yaxşıdır, bundan bəd danışsam yaxşıdır, nətər? Ona görə el cəmaatı ayrı şeydir. Deyir, el içində, öl içində. Uşaqlıq illərimiz orada keçib. Amma gəncliyimizi gəlib bu məcburi köçkün həyatı yaşamışıq. Ağır günlər keçirmişik. Hara getmişik, qaçqınlar gəldi deyəndə ürəyimiz ağrıyıb ki, bizim də torpağımız, bizim də vətənimiz var idi, evimiz, eşiyimiz çox pis təsir edirdi. Yavaş-yavaş artıq o qaçqın sözünə örgəşdik, amma yenə ürəyimizdə o his var idi ki, öz doğma yurdumuza qaydaq. Çox şükür bugünə prezidentimizin sayəsində, şəhidlərimizin sayəsində, qazilərimizin sayəsində çox şükür bugünə vətənimizə qaydırıq. Çox sevincliyəm. Allah yerdə qalan məcburi köçkünlərimizə kömək olsun. İnşallah onlar da bu sevinci yaşasın. Onlar da öz vətənlərinə qaysın. Gələndə tək gəlmişdim. Şükür indi ki, övladımla qayıdıram. 26 yaşınız olduğuna görə Ağdamı görməmişsiniz və Ağdamı ailəniz sizə necə tanıdıb, Ağdamı xatirələrinizi necə canlandırıb? Ağdamı əsasən belə necə deyim, kədər hissi ilə daha çox xatırlayıblar, çünki işğal olunduğuna görə. Belə təbii ki, yaxşı xatirələr də var, gözəl yaşayışlar olub orada. İşğal dövründə darmadağın edilib, indi çox şükür qurulub, düzəldilib, daha da gözəl bir şəkildə. Mən də çox həvəsliyəm, çox sevincliyəm getdiyimə görə. Çünki həm özüm öz yurdumuz olduğuna görə, bizə aid olduğuna görə. Beləliklə, bugünkü köçdə nəzərə alınmaqla Sarıcalı kəndinə köçürülən ailələrin ümumi sayı 37-yə, o cümlədən 146 nəfərə çatdı.